Xoş gördük sizi, değerli izleyiciler. Bugün həftənin şənbə günü MTV Azərbaycan kanalından sizi salamlayıram. Etiraf proqramı efirdədir. Onu da diqqətinizə çatdırıram ki, etiraf proqramına Rut Fruit çiyələk fabrikinin baş sponsorluğu ilə baxırsınız. Bəli, bu günləri bir dəyərli sənətkarımızı xatırlayacaq. Respublikanın xalq artisti, dəyərli sənətkar, əvəz olunmaz sənətkarımız Nuriyə xanım Əhmədova haqqında danışmaq istəyirəm, qısaca bir. Yəni, Nuriyə xanım gözəl bir sənətkar idi, gözəl ana idi. Amma təəssüflər olsun ki, onun həyatında çox faciəvi hadisələr oldu. Və həm də Nuriyə xanım mənim ən dəyərli dostlarımdan biri idi. Onu da deyəcəm ki, bugünkü qonağımız Natiq bəydə, ona görə çağırmışam ki, Natiq İsmailovu, yəni Natiq İsmailov Nuriyə xanımın arzusu idi ki, ikisi bir yerdə efirə çıxsınlar. Onun üçün də mən istərdim ki, Natiqdən əvvəl Nuriyə xanımın kadrını verək efirə. Əgər rejissorumuz xahiş edək, qısaca bir görüntünü verək. Yəni, Nuriyə xanım vaxtında bizim qonağımız olub və çox gözəl, maraqlı etiraf edib. Qısa bir onun fragmentinə baxaq, sonra qonağımızı dəvət edəcəm bura. Nə olub və o stresə necə çıxmışsınız? Yox, indi mən onu demək istəməzdim, amma bunu artıq hamısı bilir ki, insan həyatda hər bir kəsini itirə bilər. Bəli. Ananı itirir, atanı itirir, yəni valideynləri itirir, əzizini itirir, yaxın adamını itirir. Amma insan evlad itirəndə, bu hamısı bunu bilir ki, bir növ özünü itirmiş olur. Və ona görə də o stresə düşür. Və Allahıma yenə də qurban olum. Allah özü bilən məsləhətdir. Mən həmişə deyirəm ki, şükür Allah. Yəni onu, məndə o stresi elə bir yenə də Allah mənim köməyimə gəldi. Yəni bəlkə o iradəni mənə göndərdi və mən o iradənin o köməyi ilə mən o stresdən çıxdım. Düzdür, çox çətinliklərlə çıxdım. Və mən bu görürsə danışıram, əsəbin içindəyəm. Yəni, amma çıxdım. Bəli, bir anı üçün, bir sənətkar üçün evlad itkisi çox çətin idi. Bildiyimiz kimi Nuriyə xanımın birinci qızı dünyasını dəyişdi və onun kürəkəni qızına xəsarət yetirdi, amansızcəsinə qətl elədi və ana gedir öz balasını alqanın içində görür. Bu, ana üçün çox bir ağır dərddir, özü də yaradıcı bir insan üçün çox ağır dərddir. Ondan sonra onun oğlu rəhmətə getdi, amma Nuriyə xanım pozitiv idi, Nuriyə xanım həyatı sevirdi. Nuriyə xanımı yaşadan verilişlər idi, kino idi, səhnə idi və Allah onun məkanını cənnət eləsin. Mən bugün Nuriyə xanımın vəsiyyətini yerinə yetirirəm. Nuriyə xanım, vaxt var idi, biz Sumqayıtda olanda həmən bu Natiq bəyi siz gördünüz və siz məni tanış elədiniz. Onda Natiq bəy cavan bir oğlan idi. Dediniz ki, İlham, bunu etirafa çıxardarsan. Amma bax, elə oldu ki, etiraf bağlandı, sonra məndə fasilələr oldu. Amma mən bugün sizin vəsiyyətinizi yerinə getirirəm. Bugün Natiq bəyi bura dəvət edirəm. Ona görə də sözü verirəm. Bizim gözəl sənətçimiz, bəli, Natiq İsmailova. Hoş gəlmişsiniz. Xoş günümüzə gələyim. Necəsiniz? Yaxşı, şükür Allah, yaxşıyam. İndi bu son ərəfələr, son günlər deyək ki, bu hava şəraitindən bağlı bir bala çətinliyimiz oldu. Şükürlər olsun, o da hər şey qaydasındadır, gəldi çatdıq Allah şükür. İnşallah, inşallah. Çox gözəl mahnıdır. Təşəkkür edirəm. Bu mahnının sözləri, musiqisi. Deməli, məni bilirəm qınayacaqlar buna görə. Niyə? Əslində qınamağa da haqlıdırlar əslində. Mən bu musiqini eşitdim bizim gözəl ifaçımız Ramal İsrafilovun ifasında. Mən onun
Bizim Ramal. Bəli, gözəl sənətkar, bizim əzizimiz, doğmamız və gözəl sənətkar, sözün əsl mənasında. Mən o musiqini sevdim. Sonra da bir qardaşımız var, Anar adlı. Bu son zamanlar musiqisini eşidirik, o həmin mahnının növbəti ifadəsi. Düşündüm ki, mən də bir sınayım, ifa eləyim. Müəllifi mənə üzülü sayısın. Müəllif əslində bizim öz, belə deyək də, bizim bəstəkarlardan yazılan bir mahnı deyil əslində. Amma sözlərini bir xanım yazıb məni çox üzülü saysın. Hal-hazırda yadıma sala bilmirəm, amma birazdan inşallah mütləq qeyd edəcəm. Əsas o da onu Ramal oxuyub birinci. Ramal, əlbəttə ki, Ramal. Ramal oxuyub. Bəli, bəli, bəli. Ramal möhrün vurur. Belə deyək ki, müəllif kimi Ramal İsrafilov. Deməli, müəllif kimi Ramal Amma mahnının elə bir ki, bəstəkarı... Amma mən Ramalın bir qohumu kimi, bir yerlisi kimi, bir necə deyim, Ramalın böyük bir qardaşı kimi deyirəm ki, halal olsun. Bəli, mən də fəxr edirəm ki, bizim Ramal bəy kimi gözəl sənətkar ifadəsi var. Bəli. Bilirsiniz də, bizi birləşdirən bir nüans var. Mənim yadıma gəlir, əziz tamaşaçılar, niyə görə mən bayaq Respublikamızın xalq artisti Nuriyə xanımla danışdım. Sən gözəl xatırlayarsan onu. Bəli. Onda lap gənc idi. Bəli. Lap gənc idi, illər öncə və Sumqayıtda da gözəl ictimai fəal bir insan, bir gənc idin. Özünün də qrupun var idi. Ondan sonra ictimai işlərdə həmişə fərqlənmisən və biz Nuriyə xanımla, Allah rəhmət eləsin, getdik Sumqayıta və Nuriyə xanım sizi mənimlə tanış elədi və dedi ki, ay İlham, onda lap gənc idi. Dedi ki, təbii ki, gəncdir, onu etirafa çıxartmağa hələ tezdir. Amma mən olan vaxtı, mən aktrisiyam, mən oxumuram ki. Amma xahiş edirəm, bizi bir yerdə çıxart. Elə oldu ki, televiziya qismət olmadı. Amma bu günləri Nuriyə xanımın ruhu qarşısında mən öz borcumu yerinə getirdim ki, Nuriyə xanım çox pozitiv insan idi. Həddindən artıq rəqs edən, gülən, danışan, şən bir xanım idi. Deyirəm, Nuriyə xanım, vəsiyyətinizi yerinə yetirdim. Və bu günləri Natiq bəyimizi dəvət elədim və mən verdiyim vədə əməl elədim. Ruhun şad olsun, məkanın cənnət olsun. Mən üzr istəyirəm, İlham bəy, mən birinci növbədə sizə təşəkkür eləmək istəyirəm. Bax, bu kanalın, MTV-nin bütün rəhbərliyi başda olmaqla, bütün heyətinə, A'dan Z-yə, buradan əziyyəti olan, zəhməti olan bütün dostlarıma təşəkkür edirəm ki, bizim üçün bax, burada zaman ayırırlar, vaxt ayırırlar, bizi bax, görüntülüyürlər, xalqımıza, millətimizi təqdim edirlər. Bunun üçün əziyyət çəkirlər. Təşəkkür edirəm mən sizə birinci növbədə. Və Allah rəhmət eləsin, bizim Nuriyə xanım, bizim böyük sənətkarımız, gözəl sənətkarımız, bizim Azərbaycanımızın böyük ölmə sənətkarları. Bəli, indi qismət belə oldu, tək şəxs oldu. İndi qismət olacaqsa biz Nuriyə xanımla bərabər olacaqdıq, amma o qismət olmadısa, yenə də onun vəsiyyətini əməl etmək bizə qismət oldu. Bəli. Əsas odur ki, əməl etdik. Əlbəttə ki. Əməl etdik. Bəlkə bir balaca bir Nuriyə xanımdan bir balaca baxaq. Rejissorumuza xahiş edək, qısa bir hal-hazırda baxaq ona. Qoy Nuriyə xanım da bizimlə olsun burada. Zəliyə xanım, var mı hazır? Gəldim ki, onlar irəli gəlir. Ona görə də, valla, mən indiki günümə şükür edirəm. Və o çınaqlardan da Allah məni çıxartdı. Həyat mübarizədə, o mübarizələrdən mən çıxdım. İndi valla deyə bilmərəm, məğlub çıxmışam, yəni qalib çıxmışam, onu mən deyə bilmərəm. Hələ ki, həyat axırda gedir. Allah rəhmət eləsin. Demək olar ki, insanlar ölmür. Yəni, insanlar bu dünyada yaşayırıq, ruhumuz göyə çəkilir, amma cisimimiz də torpağa tapşırır. Və hər bir yaranan şəxs bu dünyada gəlir, yaşayır, öz müstiyasını gedir. İndi qoyduq belə. İndi keçək sizə. Bürcünüz nədir? Bürcüm şir bürcü. Ay Allah, şir bürcü. Bəli. Hə, Avqust şiri. Avqust şiri, bəli. Avqustun neçəsi? 7-si. Avqustun 7-si. Ümumiyyətlə, şirlər necə insanlar olurlar? Deyəcəksiniz, yaxşı? Yox, yaxşı deməzdim. Yəni, yaxşı deyərəm, məsələn, kiməsə məqın, ya ki, məsələn, düz danışmadı. Mən öz tərəfimdən yanaşıram ki, məsələn, mənim xasiyyətim bir başqadır. İnşallah Allah qismət eləyəcəksə, bu avqustda da 34 yaşım tamam olacaq. Maşallah. Bu yaşa qədər mən həmişə deyirəm ki,
məni izləyənlər bilir, tanıyanlar bilir ki, öz şəhərim də, Sumqayıt şəhərinin sakinləri də məni çox gözəl tanıyır. İllərdir mən orada can qoyuram, əziyyət çəkirəm, zəhmət çəkirəm, öz əziyyətimlə, zəhmətimlə. Bilənlər bilir ki, mən indiyə qədər heç kimə, heç nəyə görə ağız açmamışam həyatı boyu. Ağız açdığım insanlar, nə isə istədiyim insanlar da hətta mənim öz doğmalarım, öz əzizlərim ola bilər. Onlardan da sözün yaxşı mənasında belə deyək də, sadəcə bir xırda bir kömək istəyə bilərəm ən əziz dostlarımdan. Amma mənə müəyyən insanlar deyir ki, məsələn, bugün niyə müəyyən kanallarda görsənmirsən, niyə efirdə görsənmirsən? Çünki bilirsiniz necə, insan yığdığı əziyyəti, yığdığı zəhməti, illərcə qazandığı hörməti hansısa bir professionaldan kənar bir aparıcının təqdimatında, professionaldan kənar olan bir ifaçıların çevrəsində itirmək istəmir. Mən əlbəttə ki, bugün ürəyimi istəyən qədər efirlərə çıxa bilərik. Bugün Allah can sağlığı versin. Bizim bugün televiziya kanalları maşallah hamısı fəaliyyətdədir, orada çalışanlar. Amma siz istədiniz ki, daha professional aparıcının verişinə çıxarsınız. Əlbəttə ki, yəni bizi dinləyə bilən, bizim sözümüzü kəsməyəcək, bizə hörmətlə yanaşacaq, bizi aşağılamayacaq öz... Əstağfurullah. Yəni, bugün belədir də. Reallıq budur ki, bugün efirə çıxırsan, hər hansı bir məsələlər, hansısa bir problemlər gətirib o vaxtda o yerə çıxardır ki, artıq məcbur qalırsa efir tərk eləməyə, millətə qarşı, xalqa qarşı məsələ eləməyə, bu da məcbur qalırsan. Çünki səni məcbur edirlər buna artıq. Bəli. Bəli. Natiq bəy, sizdən bir söz soruşum. Buyurun. Şir kişiləri, Şir bürcü altında doğulan kişilərin ən müsbət xasiyyəti hansıdır? Müsbət xasiyyətimiz odur ki, biz nə ediriksə, birinci növbədə əlbəttə ki, Allah xatir və bəndəsinə xatir edirik. Məsələn, mən hər hansı bir yaxşılıq edəndə savab deyə etmirəm. Allah şahiddir buna. Yəni, bu bizim İslamımızda da var ki, əgər nə isə edirsənsə, onu savabdır deyə etmə. O savab qəbul olunmayacaq. Sən onu sadəcə edirsənsə, insanlıq xatirinə elə. İnsanlıq. Mən bugün tanıyan mənim dostlarım məni çox gözəl tanıyır. Mən Sumqayıt şəhərində nadir insanlarla əslində dostluq edən insanlar. Mən çox dost sevən insan deyiləm. Çünki çox dostluq da olmur əslində. Allah insanı əgər sevirsə, insana sadiq bir dost göndərir, yaxşı bir dost göndərir. O dostlarım arasında da sizin də çox gözəl tanıdığımız, məsələn, mənim xətrini çox sevdiyim bizim gözəl aparıcı, daha doğrusu aktyor dostumuz. Bəli, Əliyağan mən çox istəyirəm. Özü də bizi izləyir buradan. Bəli. Allah canını sağ eləsin. Amin. Məsələn, o məni gözəl tanıyır, çünki mən hər işimdə... Amma o məni parodiya eləyir də, onu mən bitər eləyəcəm də. Biz deyirik ki, aktyor dostumuz. Parodiya eləyir də, amma mən ona halallıq Amma vermişəm. gözəl eləyir, maşallah. Amma halallıq vermişəm, Allah gözəl razı olsun. eləyir. O da sizin böyüklüyünüz. Mehriban xanımın tələbəsidir. Bəli, bizim Mehriban gözəl xanımlar var, bizim sənətkarımız. gözəl sənətkarımız. Bəli, bəli. Allah canını sağ eləsin, o da bizə həmişə dayaqdır, dəstəkdir, sağ olsun, var olsun. Mehriban xanım gələcək də bura. Mehriban xanım gedib yapışıb oturub bizim qardaşımız Zavrun verilişindən. Hə. Ay qız, gəl burada, gəl burada da etiraflar elə də. Gözəl insandır. Bəli, bəli, bəli. Təbii Zavrun da verilişi bizim verilişdir. Çünki Zavrun Bəxşəliyevi mən buradan salamlayıram. O mənim dəyərlimdir, qardaşımdır, canımdır. Onun ailəsi, ondan sonra balalarını Allah qorusun və bu yaxında da Zavrun Bəxşəliyevin ad günü oldu. Onu təbrik edirəm, ona uzun ömür, can sağlığı arzulayıram. Allah elə insanları yaşatsın. Bəli, sözümü ora gətirirəm ki, yəni bizim ətrafımızda olan insanlar bilir ki, biz nə isə ediriksə həqiqətən də bizi tanıyan insanlar bilir. Biz onun nəyisə xatirinə eləmirik. Sadəcə insanlıq xatirinə ki, bu olmalıdır, vətəndaşlıq borcumuzdur, insanlıq borcumuzdur. Yaxşı, deyirsiniz ki, şirsiniz, şir bürcüsüz. Tam səmimi etiraf elə. Şir bürcü altında doğulan kişilərin yaxşı, müsbətlərin bildik ki, çoxdur. Ən mənfi hansıdır? Mənfi xasiyyətlər. Özünüz deyin, bax mən deməyəcəm. Ən mənfi xasiyyətlərini deyim sizə. Elədiyimiz yaxşılıqların qarşılığını görməyə onu davam etdirmək. Onu davam Bəli. edelim. Mən hər zaman deyirəm, məsələn, mənim elə sənət yoldaşlarım var ki, elə dostlarım deməzdim də. Elə sənət yoldaşlarım var ki, bugün mənim uğurlarımı görür, məsələn, oradan bir dənə uğurlu olsun, yaxşı yol, salamat çat sözünü yazmır da. Sağ olsunlar. Canlar sağ olun. Var olsun, nə olar ki, Allah Əsas canını sağ olsun. Allah. Bizə qaldıran Allah, Allahdır. Allah. Əlbəttə ki, Allaha Bəli. şükürlər olsun. Amma mən bunu görə-görə, bilə-bilə, məsələn, və bunun kimi bir çox, məsələn, hadisələrə görə-görə, vəziyyətləri bilə-bilə, mən yenə öz yaxşılığımdan qalmıram. Kimlər baxsa bəlkə düzələr. Amma mənə hərdən deyirlər ki, nahaq elədin filan kəsin o şeyi, o sənə qarşı filan qədər şey. Deyirəm, mən o Allah, onun hər bir məsləhətini, hər bir xeyrini, ziyanını da Allaha buraxıram. Mən öz insanlığımı edirəm sadəcə. Yəni, bunu eləməyə davam edəcəm hər zaman. Çox gözəl. Vəssalam. Allah ürəyinizə görə Təşəkkür versin. edirəm. İndi siz mənə deyin görüm, necə oldu bu oxumaq həvəsi sizə yarandı? İlham bəy, Amma üzr istəyirəm. Üzr istəyirəm də reklamlarımız var. Reklamlarımıza ayrılaq əziz tamaşaçılarımız və reklamlardan sonra yenə də MTV kanalına etiraf verilişinə baxın, maraqlı söhbətlərimiz olacaq. Reklamlar.
müsbətdən danışdıq, mənfidən də danışdıq. Yəni ki, bir də nə oldu da, ondan başqa mənfi öz yoxdur da. Mənfilər çox deyəsən də, amma Bilirəm, amma da xırdalamıyıq. o xırdalasaq, Hamımızın var. o hamının var da. Amma Hamımızın əsası var. olan o insanın özünü sevmədiyi mənfiləri var da. Mən o mənfiləri nəzərdə tuturam ki, yəni bizim ən mənfimiz ola bilər ki, ancaq bizə qarşı olunan pislikləri biz onu görməyib yaxşı qarşılayaq. Mən niyə şir bürcaltda doğulan kişiləri çox istəmirəm? Mənim başım çıxmır. Səbəbi nədir? Ona görə ki, məni tanımamışsınız. Ona görə ki, sizi tanımamışam, hə? Yaxşı, bundan sonra sizi çox istəyəcəm. Baxım da xasiyyətə. Mənim onsuz da qabağıma şir də gəlsə elə çıxır, o birisi də gəlsə. Mən yetimin bəxtindəndir. Valla, deyir, kimə deyir, nə bilim, oxşumda da demədim. Hə, indi siz mənə deyin görək, necə oldu ki, oxumağa başladınız? Özünüzə necə, hardan hiss elədiniz? İlham bəy, bax, Buyurun. belə deyək də, ifaçı var ki, məsələn, son 5 ildə düşünür ki, artıq pul qazanmaq lazımdır. Məsələn, o götür-qoy edir, məsləhət edir 5-10 nəfərlə, dostu ilə, tanışı ilə, başlayır yaradıcı fəaliyyətinə. Bu başqa bu tərəflərdə məni, məsələn, izləyən müəllimlərim, müəllimələrim, ta ibtidai sinifdən bilirlər ki, uşaq vaxtından artıq biz insanın gərək, məsələn, marağı, mən hərdən deyirəm ki, valideynlərə, bugün bizimlə ünsiyyətdə olan valideynlərə deyirəm ki, övladlarınızın nəyə həvəsi varsa, nəyə marağı varsa, onu ona yayındırmayın. Çünki o sənətə maraq göstərirsə, sevgi göstərirsə, o sənət ki, sevgi ilə birləşəcəksə, orada böyük bir yaradıcılıq olacaq. Ona görə çəkindirməyin övladlarınızı. Elə uşaq vaxtından Allah bütün valideynlərə can sağlıq versin. Mənim də valideynlərim buradan məni izləyir. Allah Salamlayırıq, salamlayırıq ki, belə oğul böyüdü. Təşəkkür edirəm, var olasınız. Elə oğlum da məni izləyir. Allah saxlasın. Neçə yaş var oğlunuzun? 5 yaş olacaq inşallah. 5 yaş. Adı nədir? Murad. Murad? Bəli. Murad. Muradıma çatasan, ay Murad. Allah Bax, razı olsun. Aton indi buradadır. Özə maşallah etiraf verilişindəki ayağı yüngüldür. Bir də gördünüz, Aton Azərbaycanın ən ulduz bir müğənni oldu. Bəli, sənətkar oldu, sənətçi oldu. Çünki bu etirafın, bala bu kreslolarda nəsə var, məndə deyil. Valla, çünki kim gəlib, hamısı xeyir tapıb. Muradı öpürəm buradan, bağına basıram. O gün olsun, onun xeyir işlərinə. Allah saxlasın inşallah. Elə uşaq vaxtından oxuya-oxuya, həvəs göstərə-göstərə müəlliməm də Allah can sağlıq versin. Biz belə şeyləri unutmamalı, danmamalıyıq. Mənim professional müəlliməm, vokalist Afət Zeynalova, mən təşəkkür edirəm. Afət xanımın da böyük bir əziyyəti, böyük bir zəhməti var ki, bizim bu işimizdə. Ustadına Kəmbəxanın gözünə qan damar. Elə yavaş-yavaş elə illər keçdi, məktəblər, konsertlər, tədbirlər artıq professional səhnəyə gəlib çıxmaq zamanı gəlib çatdı. Şükür Allaha olsun, mənim öz əziyyətimlə, öz zəhmətimlə, valideynlərimin ən başlıca mənə olan dəstəyi ilə və bugünə kimi gəlib bura çatmağımda göydə Allahım yerdə əlbəttə ki, valideynim və özümün xırda bir zəhmətim var ki, azdan çoxdan Allah'a şükürlər olsun. Xırda deyil, bu artıq təvəzzökarlıqdan, yəni halal olsun sizə. Yəni siz əgər zəhmət çəkməsəydiniz, siz əziyyət çəkməsəydiniz, istək olmasaydı, insanda o potensial, o daxildə potensial olmasa, güc olmasa, o insandan istəyirsən, apar quru bir adama, məsəl üçün, istedadı olmayan bir adama. İndi düzdür, bu günləri yerindən duran İraq sizlərdən, bəzi əsl sənət adamlardan müğənni olur. Yəni, deyirlər ki, asan çörək qazanmaqda, məsələn, 5 dənə mahnı yazdırırsan, gedirsən toya, 500 manat, 1000 manat qazanırsan, külməyən bu başıma olsun. Deyildi, 31 ildir bu Azərbaycan ən karifey sənətkarlarla bir yerdə işlədim. Ancaq gəl ginən ki, mən bir dənə, 2-3 dənə, 5 dənə mahnı yazdırıb, özüm üçün oxumadım ki, gedim oxuyam. Özü ki, mən İncəsənət Universiteti qutarmışam, musiqili teatr aktörlüğü. Amma mənlik deyil də. Yəni, sizin kimi oxuya bilmər. Estağfurullah. Yox, doğrudan da. Ümumiyyətlə, gələ hər kəs öz işlə məşğul daha yaxşı olar. Bəli. Baxın, bugün aparıcıların çoxu, musiqiçilərin çoxu, ifaçıların çoxu, məsələn, musiqi ifaçıların çoxu, məsələn, ifa eləyir, oxumaqla məşğuldur. Mən başa düşürəm, indi hər oxuyan məsələ var, Molla Pənah olmaz ki, hər oxuyan o işi görə bilməz. Valla insanın ən başlıca bir şansı olmalıdır bayaqda. Hər bir ifaçının, hər bir aparıcının bayaqda şansı olmalıdır. Şans insanın birinci növbəli, birinci vacibiyatıdır. İkinci, əlbəttə, mütləq ki, sənət olmalıdır. Sənətçinin yenə sənəti olsun. Mütləq. Səhnəyə uyğunlaşması olsun, ən azından səhnəyə bir görünüşü olsun. Bunlar hamısı bir böyük bir faktordur.
Bəli. Yaradıcı üçün böyük bir faktordur. Şükür Allah olsun ki, Allah onu bizə üçünü bəxş edibsə, ola birini bəxş eləməyibsə. Onu da Allah nəsib edər inşallah. Amin. Bax, burada mən, bizim operator, məni biraz göstər. Bir adam var, onu mən təbrik edeyim. İzninizlə, çünki veriliş hal-hazırda sizlərə aiddir. Mən buradan bizim MTV Azərbaycan kanalının səs rejissoru, efir rejissoru, daha üzr istəyirəm, bizim efirimizin rejissoru və bizə həmişə lazımlı insan. Bax, bu günlərə hal-hazırda, bax, efirdə o oturub, bax, sizdə onun əziyyəti sayəsində, düzdür, əziyyət çəkənlər rejissorumuz var, səs rejissorumuz var, operatorlarımız var, çox texniklər var, çoxdur. Amma bir də məni görürsünüz. Amma bu günləri, bütün günü MTV kanalının efirlərini sizə çatdıran, yayımladan Sənan Dadaşovun doğum günüdür. Və o doğum günün mən öz adımdan, İlham Mirzəyev olaraq öz adımdan, etiraf verilişinin bütün əməkdaşları adından, hətta əgər kim çatır ki, yaşıma görə, yəni ən yaşlı aparıcı mənəm də, hətta MTV kanalının bütün heyəti adından təbrik edirəm. Sənan bəy, sizə can sağlığı, uzun ömür, xoşbəxtlik arzulayıram. O bir balanız minbudaq olsun və var olasınız, həmişə bizim əhatəmizdən əski olmayasınız. Öpürəm və təbrik edirəm Sənan bəy sizə. Sizə uzun ömür, can sağlığı arzulayıram. Ad gününüz mübarək. Sənan bəy, alqışlayıram sizi. Bir dənə təbrikimiz var. Amina balanı buradan təbrik edirik. Xalası Sabirənin adından. Amina bala, xoşbəxt olasan, bəxtəvər olasan. Allah səni, necə deyim, nənəm demişkən, Allah sənə qızıldan taxt yox, qızıldan bəxt versin. Amin. Və bütün ad günü olanları təbrik edirəm. Sənanın ayağı yüngül oldu, hamını təbrik edirik. Özə qəşəkdə baxmayın. Bayaq veriliş reklamlar olan ərəfədə deməli bizim Sumqayıtdan gözəl bir dostumuz, yaxın bir dostumuz sizin hər zaman verilişinizi izləyir. Mənə zəng eləmiş ki, İlham bəyə mənim adımdan salamlarınızı yetirərsiniz. Elbəy dostumuz var. Mən də Elbəy bəyə salamlayıram və deyirəm əleykümə salam. Bizim Respublikamızın xalq artisti, bizim gözəl sənətkar, böyük sənətkar Natiq Şirinovun kollektivin bir üzvü olub. Nə gözəl, nə gözəl. Dedi, biz elə ailəcə izləyirik hal-hazırda, mənim salamımı çatdırarsınız. Borclu bildim onu çatdırmağa. Mən də onları ailəsi ilə bir yerdə salamlayıram və var olsunlar. Allah canı sağlığı versin və təşəkkür edirəm. Çox sağ olun. Hə, sizin bir qrupunuz var idi. Nə oldu o qrupun axırı? Sumqayıtda deməli fəaliyyətə başladıq. Artıq 8-9 il biz bizim şəhər qrupunda fəaliyyət göstərdim. Və demək olar ki, qrupun belə deyək ki, bədii rəhbər qismində fəaliyyətdə idim, həm də ifaçı kimi. Dostlarımı da buradan salamlayıram. Hər iki dostumu salamlayıram, Varizi də salamlayıram, Variz qardaşım, əzizim dostum və Elvin dostumu salamlayıram hər ikisini. Hər ikisi bu dəqiqə öz yaradıcılığındadılar, fəaliyyət. Amma bilirsiniz necə, İlham bəy? İnsan, ümumiyyətlə, yaradıcı insan özünü kəşf etmək istəyirsə, bu ortamda mümkün deyil. Çünki 3 gənc ifaçı ifa eləyir, üçü də yaxşı ifaçıdır, amma onların özünə dair, özünə aid öz musiqi aləmi var ki, o musiqi aləmi kəşf eləmək lazımdır, üzə qoymaq lazımdır, çıxartmaq lazımdır ki, tamaşaçı səni hər hansı bir musiqi ilə, hər hansı bir nəğmə ilə sevsin. Yəni, səni kəşf eləmək lazımdır. Artıq bilirsiniz, o üçlük bir arada bir adla fəaliyyət göstərir. Və istənilən bir məqamda nə qədər böyük sənətkar, gözəl sənətkar olursan, o yazılan bir ad var, bir qrupun adı. O da artıq zaman keçdikcə mən düşündüm ki, artıq bəsdir. Artıq biraz fəaliyyətli olmaq lazımdır və tamaşaçıya, bizi dinləyənlərə artıq öz ifanda musiqiləri çatdırmaq lazımdır solo fəaliyyətdə. Doğrudan da elədir. Nə qədər qrup görmüşük, axıra kimi qalmayıb da, dağılıb. Bəli, bəli, bəli. Amma onların içindən çıxıb, məsəl üçün bizim mənim əziz dostum, canım, ciyərim, Respublikamızın xalq artisti Röya. Bəli, bəli. Röya, məsəl üçün, qrup edir, Elnarə xanım, mənim dəyərlim.
ondan sonra Natavan Həbibi, üçü də mənim ayrı dostumdur və üçünü də salamlayıram buradan. Yəni bax, onlar ayrıldılar və hərə öz talantını ayrı-ayrı göstərdilər. Əlbəttə və ki. onlar kimi başqa. Nə yeniliklər ümumiyyətlə? Yeni yoxdur ki, bax bu yaxınlarda yeni bir mahnı ərsəyə gətirdik. Bəstəkar Nazır Məmmədlidir mənim dostum. Gözəl bəstəkar, gözəl aranjmançı. Sözləri Emin Murada aiddir bizim dostumuza. Susmalı yeni mahnıdır və o mahnı hal-hazırda çox sevilir. Cavanlar tərəfindən, gənclər tərəfindən və yaşından asılı olmayaraq müəyyən bir kütlə tərəfindən çox sevilir. Klipini çəkdik, yayımladıq. İndi inşallah bu yaxınlarda MTV-də də bizim doğma məkanımızda da inşallah yayımlayacaq. Allah qismət eləsin. İlhan bəy də inşallah bizə dəstək olacaq. İnanıram inşallah sağlıq olsun. İnşallah. Və ümumiyyətlə sözünüzü bu yerdə balla kəsim. Ümumiyyətlə bizim kanalın rəhbərliyi. Mən buradan deyirəm, bütün istedadı olan gənclərimiz, istedadı olan deyirəm, istedadı olmayanı demirəm. Yəni, istedadı olan gənclərimizə MTV kanalının qapıları açıqdır və biz də bir aparıcı olaraq dəstək oluruq. Necə ki, bizim rəhbərliyimiz gənclərə dəstək olur, biz də dəstək oluruq. İstedadı olan gənclər buyurub gəlib öz istedadlarını burada göstərə bilərlər. Ürəklər istədiyi var. Əlbəttə ki. Bəli, borcumuzdur. İlhan bəy, mən həmişə fəxr edirəm ki, mən hərdən deyirlər ki, məclislər toyladı onda, hansı ifaçılar məsələn mən istəyirdim, məsələn falan, nə üçün şəkil çəkdirmədi, nəsə məsəl üçün də indi kimlər üçünsə maraqlıdır o ifaçılar. Mən hər zaman deyirəm ki, mənim üçün birinci növbədə lazım olan, məsələn, bugün bizim mərhum sənətkarlarımız var, bizim bugün yaşayan canlı kalifeylərimiz var. Mən fəxr edirəm ki, məsələn, bugün Rasim Balayev kimi böyük sənətkar, bizim Azərbaycanımızın böyük sənətkarı, Nuri Əhmədova, Allah rəhmət etsin, mərhum sənətkarımız. Bizim böyük Siyavuş Aslan, Yaşar Nuri, Məlik Dadaşov, Hacı İsmailov, Fəxrəddin Manab, saysaq, bugün Mehriban Xanlarov, Allah can sağ olsun. Böyük sənətkarlarımız var. Məlik Dadaşov, hal-hazırda Şəfiqə Məmmədova, Bəli. Yəni saymaqla bitməz. Əliyağa Ağayev olsun, Hacıbaba Bağırov olsun. Mən bu sənətkarları sevirəm. Mən bütün Azərbaycan filmlərini sevirəm, köhnə Azərbaycan filmlərini sevirəm. Mən ölürəm onlar üçün. Dəfələrlə hər hansı bir kanalda gecə saat 3-də də, 5-də də olsa, fikirləşirəm ki, bunu bitirib sonra yatmalıyam. Mən çox sevirəm, çünki bilirsiniz, o filmlərdə bir yaradıcılıq var, bir təbiilik var, orada bir professionallıq var, böyük bir professional heyətin bir əziyyəti var. Ona görə də, nə bilim, qalanlara can sağlığı, Allah dünyasını dəyişənə rəhmət eləsin. Amma inanmıram, bir daha elə filmləri biz görək. Mən şəxsən inanmıram. Mən də inanmıram. İnanmıram, çünki getdi. Bilirsiniz, sizə bir söz deyim. Biz deyirik, sənətkarlarımız Allah can sağlığı versin, bir ovuc içi qədər sənət adamlarımız qalıb. Hətta bugün gənc sənətkarlarımız da var. Nə olsun, yaşı azdır, amma gözəlsə var. İstər muğamda olsun, istər musiqide olsun. Amma o ki, dahi sənətkarlar var idi, bəli, onlar artıq getdi. Bizim gözəl filmlərimiz, bizim gözəl tamaşalarımız, bax bu günləri məsəl üçün o vaxtda Atayevlər ailəsi, Alov, ondan sonra nə bileyim, Mahnı dağlarda qaldı. Gözəl tamaşalar var idi, filmlər var idi, Böyük Dayaq, 7 oğul istərəm. Adam baxdıqca baxırdı. Allah rəhmət etsin, Nəsibə Zeynalova bizim böyük sənətkarımız, Karifey sənətkarımız, Allah rəhmət etsin. Hərdən deyirlər ki, məsələn, əvəz olunmaz insan yoxdur, amma mən bunu öz adımdan deyə bilərəm ki, o sənətkarlar əvəz olunmazdır. Onların yerini hərdən deyirlər ki, məsələn, bugün əvəz olunmayan heç bir kəs yoxdur, amma bugünkü gündə dahilər, sənətkarlar əvəz olunmazdır və mən inanmıram ki, yenidən Yaşar Nuri kimi, Siyavuş Aslan kimi və bizim böyük sənətkarlarımız kimi yenidən belə sənətkarlar gələcək və biz inşallah ki, yenə deyirəm, gələcək nəsillər, mən çox istəyərdim ki, gələcək nəsillər o yaradıcı davam eləsin, o sənətkarlığı bizə göstərsin, mən çox istəyərdim inşallah. Göstərməyin göstərəcək, amma sizə bir söz deyim ki, gəlin, açıq, adi mən gördüm ki, siz çox savadlı və ağıllı bir insansınız. Dünya görüşünüz böyükdür. Sizlə danışmaq olar. Çünki bizi də ağıllı insanlar dinləyir. Əzizlərim, qabaq biz uşaq olan vaxtı yediyimiz meyvələrin dadı indi yoxdur. İstər şaftalının olsun, istər almanın olsun, istər necə deyim, hər bir meyvənin. Olan dadı yoxdur. Yediyimiz o qarpızların dadı yoxdur. Niyə görə ki, o vaxt dərmansız, davasız qarpızlar. Yediyimiz o kənd
beçələri deyirlər, kənd çolpalarının dadı yoxdur indi. Görürsən, hər şey var, amma o dad deyil. Bu günlərdə sənət adamları çoxdur, amma çox az bir miqdarda qalıb, amma o birisilər elə ştampovka kimi şeydir. Elədir. Onunla olmur, qurban olum sizə. Onunla olmur. Çox belə hər şeyin dadı da, tamı da, duzu da getdi, amma mən istəyərdim ki, Allahın köməkliyi ilə gözəl sənət adamlarımız gəlsin, sənətlərini göstərsin, canlı ifaları olsun, fonoqramlara üstünlük verməsinlər və bu günlərdə o toy eləyən insanlar aparıb 5 dənə mahnı oxudub, fonoqram açıb qoydu, 3000'i aldı, qoydu cebinə getdi və sabah da gedir dövlətdən deyir, mənə xalq artisti ver, əməkdar artisti ver, mən qulluq adı, gedib ötüyüb pul qazanmışsan da fonoqramla. Gəl konsertlər oxu, gedginə gözəl saraylar doldur, oxu, deyim halal xoşum olsun. Bugün əlbəttə verilən bütün fəxradlar orada ölçülür, biçilir və vətənə olan, dövlətə olan xidmətə görə tərtib olunur. Bugün bizim müəyyən bugünkündə bir çox əməkdar artistlərimiz, xalq artistlərimiz əlbəttə ki, bu tədbirlərdə, havanın hər bir şəraitində zülmlər çəkə-çəkə alıblar olar. Zəhmət çəkiblər, hərbi hissələrdə, millət qarşısında, xalqın qarşısında zəhmət çəkiblər. Bu da bizim borcumuz əlbəttə ki, biz bunu eləməliyik, amma var olsun dövlətimiz də bunu görür, layiqincə dəyərləndirir. Ona görə də əlbəttə ki, burada heç bir haqsızlıq ola bilməz. Bəli. İndi hal-hazırda siz bu sənətin axıra kimi gedəcəksiniz, yoxsa necə? Bilirsiniz, İlham müəllim, mən axıra qədər bu həyatda, bilirsiniz, bir zaman, bir müddət olur da. Düzdür, Allah özü bilən yaxşıdır, Allah tək uzun ömür versin. Bax, bugün yeni çıxan gənclər vardı, məsələn, mənim, bizim də yaşımızda elə bir yaş deyil, amma məsəl üçün, bugün 18-20 yaş gənclər var, 25 yaş gənclər var. Baxırsan ki, zaman getdikcə, vaxt getdikcə, insan yaşlandıqca artıq xalq, millət, tamaşaçı artıq yeni bir sima görmək istəyir, yeni bir yaş görmək istəyir, yeni bir ifa görmək istəyir, yeni bir səs görmək istəyir. Artıq bunları görə-görə sözün yaxşı mənasında insan düşünməlidir ki, artıq mənim vaxtımdır. Yavaş-yavaş estafeti verməlidir gənclərə. Mən bugün efirlərə baxmıram, ona görə ki, ona görə deyim, hər dəfə efiri axtaranda müəyyən kanallarımız var da, o kanallara diqqət edirəm, baxıram, maariflənmək üçün sadəcə. Digər kanallarda artıq bir monopoliyadır, bir qruplaşmaq var deyə. Onu siz də hiss edirsiniz. Hiss eləmək deyəndə bu xalqın göstərəsi, bu əlbəttə ki, göz qabağındadır. Tamaşaçılar da hiss edir onu. O qruplaşmanı, monopoliyanı, bəli. Bugün ifaçılar var ki, artıq özləri düşünməlidir ki, bir balaca hər gün adam ilgənir. 5 kanalın 4-ündə o ifaçını görəndə artıq bilirsən ki, yəni burada söhbət nədən gedir? Sənətdən danışmırlar. Sənətdən danışmırlar. Problemlər geyim, kim kimdən hara getdi, neynədi, nə bilim, kimin bahalı üzüyü var, kimin bahalı hədisi var, kimin bahalı neyi var. Ay valla bu sənət bu deyil axı. Mən elə bilirdim valla, mən bu şey inanmırdım ki, tamaşaçılar var. Xalqın göstərəsidir axı. Bugün elə sənətkar ifaçılarımız var ki, elə gözəl ifaçılarımız var ki, gənc. Amma gənc zaman baxmayaraq, o qədər gözəl ifaçılarımız var ki, onlar efirə çıxmır, nadir halda çıxır. Mən hər zaman baxıram, gözləyirəm ki, nə vaxtsa çıxacaqlar. Mən adi Allah can sağlığı versin. Bugün bizim gözəl pedaqogumuz, professor Teymur Əmrah çox nadir hallarda az-az efirə çıxır da. Yəni, belə deyək ki, məsələn, o ifaçılar kimi 5 kanalın 5'ində dolunmur. Nadir. Amma Teymur bəy danışanda o gün bir məclisə gedirəm, söz çəkər deyərlər. Məclisə tələsirdim, amma o qədər gözəl danışırdı musiqi haqqında. Amma Teymurdan çox xoşum gəlir, biz dostuq Teymurdan. Axırıncı onun o, birdən onun o kimisə tərifləməsi, o mənim xoşuma gəlmir. İlham bəy, bilirsiniz necə? O müəllim kimi, pedaqoq kimi, professional insan kimi, o səs baxımından, o ifaçılıq baxımından, o özündə olan, o ifaçlarda olan ifanı sadəcə pisləməli, yenə deyirəm, pisləmək də bizim özümüzə, xalqımıza millətimiz yaraşmaz. Amma yəni o da istəyir ki, yaxşı ifalar olsun. Kimisə ən böyük zil səslə olunmu? Yox, onda əgər o dediyi adamın, əgər şeydirsə, onda gərək mən Elnarə Abdullayevanın nə bilim, dünyalar, özünüz bilirsiniz, Elnarə Abdullayeva doğrudan da sənətkardır da. Onun, oturasan, onun zəngülələrinə, boğazlar, şirin ifalarına,
İndi hamının səhvi olur. Yox, nəticə etibarında, Yəni Teymur qardaşımız da, o heç mən amma onu nəticə bizə də etibarında deyərəm. biz fəxr edirik ki, bizim Azər Cənalov kimi, bizim Teymur Əmrah kimi, bizim Bəli, o böyük təbii. Flora Kərimova kimi, bizim İlham xanım kimi böyük sənətkarımız var. Biz Allah fəxr rəhmət etməliyik ki, eylesin. Azərbaycanın bu cür Alim Qasımov kimi, bugün Ənvər Salov kimi, bugün bizim Bəli. Alim Qasımov qeyd elədim də mən, Natiq Şirinov kimi Bəli. böyük sənətkarlarımız var. Biz buna fəxr etməliyik ki, bizim Azərbaycanın bu cür sənətkarları var və bu insanların qədrini bilmək lazımdır. Bax, bu insanlarla hər zaman maariflənmək lazımdır. Yəni, ucuz verişlər deməzdim, verişlər bəzayıb çıxar. Veriş hazırlamaq üçün o qədər əziyyət çəkilir. Ucuz da veriş, Bilirsiniz, bəli. verişini hazırlamaq üçün o qədər əziyyət çəkilir. Bax, bu cür dostlarımız, Görün nə Allah qədər canına sağ insan, eləsin. bəli, bu gecənin bu vaxtında oturub Vaxtlarını canlı sərf edirlər, canlı. amma bilirsiniz, hərdən proqramlar gəlir düzgün qurulsun. Yəni, elə bir xalqımıza elə biz maarifləndirici verişlər bəxş eləməliyik ki, bugün bizim gərək ki, bizə baxıb bizə neysə örnək götürsünlər, Ay gənclərimiz, qardaş, cavanlarımız. sizə bir söz deyim. Bax, indi bu etirafdır da, biz də açıq danışırıq. Bir də görürsən, bax, bu insan 34 yaşı var, danışıq diksiyası aparıcıdan da gözəldir. Amma elə oxuyanlarımız var ki, ağzını açanda oxumağı gözəl, amma ağzını açıb danışmasın. Müğənni, sənət adamı o deməkdir ki, oxumağı ilə yanaşı gözəl danışıq qabiliyyətinə malik olsun. Onun üçün yaradıcı insan deyirlər. Bəli, ona görə yaradıcı insan deyirlər. Və doğrudan da, necə deyim, bax bu günləri elələri də var ki, ay baba səsin yoxdur, özünü niyə biabır eləyirsən, qurban olum sənə, getginən vallah, getginən nə bilim, pendirdən, şordan, satginən halal çörək qazan. Amma oxuya bilmirsən də, özünü niyə biabır eləyirsən. Bugün bir dənə eləyirsən. əfsuslar olsun, ən böyük problem odur ki, bugün o deyirləri trendlər bölüşülür. Əslində o trendlər, o ifaçılar arasında, o müəyyən bir ifaçılar var, onlar arasında bölüşə bilər. Amma bu trend o demək deyil ki, sənət göstəricisi deyil ki, bugün Azərbaycanda Brilliant xanım kimi böyük sənətkarlar var. Əgər bugün o trenddə Brilliant xanımın adı yoxdursa, Trend nədir? trend bilsin nədir? Trend öz aralarında müəyyən bir insanların musiqilərin ürəyi istədiyi nəticədə görmək. Məsələn, bu musiqi bugünkü gündə... Hə, ona var ki, kim istəyirsə qaldır, kim istəyirsə aşağı qədər, nə var ki? Məsələ budur ki, bugün bilirsiniz necə, tamaşaçının zövqünü çox kördüblər. Bugün Azərbaycanda hər hansı bir kənar ölkədən gələn bir ifaçı bugün gəlib burada çox bəsit, çox ucuz bir mahnı ifa eləyib, məşhur eləyib və onun üzərində müəyyən bir məbləğlər qazana bilirsə, demək ki, artıq bu bazarda böyük bir çevriliş var. Böyük bir Monopoliya var. Monopoliya deyib, bizə düzəlişlər olmalıdır. Bugün mən ən böyük günahı, mənə razı olarsınız, mən bugün ən böyük günahı görən bu efirlərin bəzi aparıcılarında, bu efirə diqqət edən insanlarda biraz senzur olmalıdır. Efirə çağırdığın insanın geyiminə diqqət eləməlisən, danışığına diqqət eləməlisən, musiqisinə diqqət eləməlisən və çağırdığın insan həqiqətən sənin efirinə layiqdirmi, yoxsa yox. Ola bilər ki, o platformada sevilə bilər. Əlbəttə sevilə bilər, amma bugün o xalqın üzrə qabağına çıxası bir ifaçılmı yoxsa yox. Biz onu çıxardıq və ulduz edirik. Sabah da qınırıq ki, niyə görə bizim yaradıcımız bu vəziyyətdədir? Çünki efirlərin bugün 70-80% olan ifaçılar bugün monopoliyadır. Mən sizin dostluğunuzam, ayda bir 3 dənə toy verəcəm, sizə məclis verəcəm. Siz də məcburən məni çağırmalısınız ki, sabah birdən mən sizə aparmaram, başqasına apararam. Bu cür vəziyyətlər gətirib çıxardır pis vəziyyətlərə, ona görə də sonuc yaxşı görsənmir. Çalışmaq lazımdır, nə qədər ki, ona görə mən bir qeyd elədim, indi istəmirəm tam dərindən danışaq. Bugün elə kanallar var ki, bizim bilirsiniz, bir neçə kanalımız var ki, mən o kanallara rahat oturub ailənin uşağına baxırsan ki, orada heç bir savadsız musiqi olmayacaq və heç bir savadsız aparıcı olmayacaq. Çünki o kanalların böyük senzurası var və böyük aparıcılarına qarşı, işlərinə qarşı böyük hörməti var, sayğısı var. Onlar bilirlər kimi efirə buraxmaq olar. Təbii. Bəli, ən azından bugünkü gün diqqət edirlər oturuşuna, duruşuna, danışığına, səliqəsinə, səhmanına ki, bizim milyonlarla insan izləyir, böyük Azərbaycan xalqı izləyir. Ona görə əfsuslar olsun ki, bax, bu cür vəziyyətlərə görə bizim kimi gənclər, cavanlar çox nadir halda efirlərə çıxırıq. Yox, cavanlar çıxır. Amma mən sizin artıq, mən həm də aliməm və psixoloqam. Mənim qarşımda oturanı mən bilirəm kimdir. Və sizin danışığınızdan tutdum ki, doğrudan da hələ sizin kimi adamlar inanmıram ki, çox çıxsın. Hələ ad çıxmalıdır. Çünki niyə görə ki, siz nə orada yaltaqlıq eləməyəcəksiniz, nə başqa şey danışmayacaqsınız. Çünki əgər bir sənətçinin ki,
gözəl danışığı var və sözün də düzün deyir. Sənə qurban olum. Düzə yeri yoxdur ki. İlham, bir dənə vacib məqam vurğulayacağam. Bax, dəfələrlə sizin çox yaxın həmkar bildiyiniz yoldaşlarla, aparıcılarla biz bir məclislərdə olmuşuq, bir tədbirlərdə olmuşuq. Onlar ayağa qalxıb alqışlayıb və çıxıb bizim haqqımızda səhnədə söz deyib ki, Natiq bəy var olsun, mən onu tanıdım, kəşf elədim. Mən o insanlara sözün yaxşı mənasında, yenə də ağız açmamışam. Sadəcə bir yoldaşlıq baxımından özümüzə dəstək istəmişik. Görmüşəm ki, yox. Yəni, dəstək olmaq istəmirlər. Tamam başqa. Tamam başqa. Yəni, bilsiniz, insan gərək səhnədə olduğu kimi həyatda olmağı bacarsın. Bu həyat fani bir həyatdır. Biz bir-birimizə dəstək olmalıyıq, kömək olmalıyıq. Bilirsiniz, bugün də sabahımız bilinmir. Bizim böyük sənətkarlarımız, gözəl sənətkarlarımız bu yaxınlarda məlum səbəblərdən, xəstəlik ucbatından dünyasını dəyişənlər. Gözümüzü açırıq ki, bugün olan insanlar səhər yoxdur. Bəli. Bir-birimizə dəstək olmağı bacarmalıyıq. Vətəndaşlıq borcumuzdur, insanlıq borcumuzdur. Yəni, biz bunu bir-birimiz üçün eləməsək, bilirsiniz necə, gəlin o paxıllıqdır, müəyyən o insanın qəlbində olan müəyyən o dünya hərisliyi var, onu qoyaq bir kənara, vallahi billah. Yəni, qazandığımız hər şey bu dünyada qalacaq. Nə yığmışıq, nə qazanmışıq, bizə qalan yalnız və yalnız hörmətimizdir həyatda. Ki, sabah dünyadan köçəndə o deyirləri, filan insan öləsi insan deyildi. Bu el dilinə deyirik də, öləsi insan deyildi. O insan üçün böyük qazancdır, böyük hörmətdir. Biz onu qazanaq, gəlin, biz nə qədər ki yaşayırıqsa bu həyatda, hörmət qazanmağı bacaraq. Çünki qazandığımız hər şey bu dünyada qalacaq. Balalarımız üçün, nəvələrimiz üçün, övladlarımız üçün, dostlarımız üçün. Amma yeganə bir şey hörmət ki bu həyatda qazandığımız o alqışdır ki, o bizim özümüzə qalacaq. Sabah bugün bir məsəl var, deyir ki, bugün üzərimizdə gəzdiyimiz o bəzi otlar sabah bizim qəbrimizi üstə bitəcək. Ona görə heç bir diqqətli olmaq lazımdır. Yəni, insanlıq borcumuzu yetirək. Bir-birimiz üçün. Bugün təşəkkür edirəm mən İlham bəyə, Allah canını sağ eləsin. Mən sizə professionalınıza şübhəm ola bilməz, insanlığınıza şübhəm ola bilməz. Və bugün də mənim bax, bu verilişdə olmağımın böyük səbəbkarı birinci sizsiz və bu kanalın başda rəhbərliyidir. Əməkdaşlara təşəkkür edirəm sizə. Yəni, bu yoldaşlığı, bu dostluğu bir-birimiz üçün eləyək. Sabah da hər hansı bir məclisdə, xoş günümüzdə, subaylarımızın xoş günündə biz də bir-birimizə o hörməti qaytarmağı bacarıq. Əlbəttə, əlbəttə. Valla, sizə bir söz deyim. Mənə çox xoş oldu bugün sizinlə çox belə danışmaq. Açıq etiraf eləyirəm mən. Mən də etiraf eləyirəm, etiraf deyil. Mən də etiraf eləyirəm. Mən çox sayda sənətçilərlə belə gözəl, dərin düşüncəyə malik, gözəl belə ətraf mühitə olan psixologiyası, ondan sonra gözəl dəyərli sözlər deyir, şey var, o kinoda deyir, sən deyir, bu uşaq böyüyəndə, bu gəncimiz hələ gör, bir yaşlaşanda nə olacaq? Yəni çox ağıllı, məntiqli, çox gözəl bir şeylərə vurğuladınız. Niyə görə ki, bu günləri istedadı olanlar bəziləri qalıb kənarda, istedadı olmayanlar nəyinsə sayəsinə gəlirlər qabağa və o da çox istedadı olan insanların istedadını öldürür. Allah var göydə. Bir dənə mahnını, o kanal, bu kanal, o radyo, bu radyo, o, bu, qulağımıza məcbur soxdururlar və o mahnını bizə, yaddaşımıza elə bir həkk elətdirirlər. İstəmirəm o mahnını, istəmirəm. Mən lazım deyil, əl çəkin. Məcburən, axı, mən ona mətəl qalmışam ki, bu insanlar toy eləyirlər. O boyda pul verirlər və gətirirlər toyuna, gətirərəm bəli toya, sənət adamını gətirərəm, bilərəm ki, onun heç olmasa 10 dənə mahnısı, muğamı canlıdır, 3 dənə, 4 dənə mahnısı fonogramdır. Yoxsa gəlginən fonogramı qoy elə, al pulu qoy, vallahi mən şəxsən oğluma toy eləsəm, mən o pulu vermərəm. Heç vaxt dəliyəm, ondan sonra maqitafonu qoyaram, oğlumun toyunu eləyərəm. Əlbəttə ki. Vallahi, o pulu xərcləyərəm, balalarımı verirəm, balayına gedər. Amma bizim cəmaatımızın bəzilərində, hamısına yox, bəzilərində günah var. Niyə görə ki, ağıllı adamlar gətirirsən, savadlı adamlar gətirirsən, gözəl söhbətlər edirsən, baxmırlar. Ancaq gedirlər, o kim ərindən ayrıldı, kim ərindən boşandı, kim kimlə nəsibə demişkən cingilləşdi, kim kimlə dingilləşdi, bunlar maraqlıdır. Bunun səbəbkarı kimdir? Bax, özü bilirsiniz də.
İndi biz belə danışırıq. Biz bugün məsələn bugün məşhur platformalar var da, biz ora hər gün daxil oluruq. Onu başa düşürük. Bilirsiniz necə? Gəlin o müəyyən məsələlər var da. O platformanı efirə qatmaq, efir platform o elə şey olması. Efir bir millətin güzgüsüdür, Efir aynasıdır. mədəniyyətdir. Bəli. Biz orada gördüyümüz insanı, hər hansı bir nələyiq insanı, hər hansı bir klonu sabah efirdə görəndə biz artıq onu ulduz kimi qələmə alırıq, artıq o əl çatmaz insan kimi. Biz bu şəraiti yaradan özümüzük də. Heç olmasa bu mən səslənməyim düzgün çıxması, yəni olsa mən səslənsəm belə bizim səsimizə səs verən olmayacaq. Amma bugün aparıcıların bir qisminin, çox qisminin gileylənməyi elə öz problemləridir. Ki, sənin verilişin, çağırdığın ifaçının əksəriyyəti bugün millətə, xalqa yararsız olan bir insandır. Reytingi çağırsan. Deyirsən, mən falan kəs çağırıram ki, mənim reytingim yaxşı olsun. Reytinqə işləyirlər, TikToka işləyirlər. Ona görə reyting nə qədər ki var, nə qədər trendlər var. Demək ki, Valla reyting də yalan şeydir. Çünki mən açığı deyim ki, bu günləri hal-hazırda reyting bilirsən nə deməkdir? Reyting 10 nəfər adam, məsəl üçün 100 nəfər adam 10 milyonun zövqün verə bilməz. Yəni o reyting odur ki, əgər bu gün cəmaət içində gəzirsənsə, hamı baxırlarsa, zəylər gəlirsə, əlaqə saxlayırlarsa, onda bu belə reytingdir. Amma yoxsa ki, yoxsa reyting, bunlar hamısı boş şeylərdir. Mən sizə təşəkkür edirəm verilişə gəldiyiniz üçün, maraqlı söhbətlər üçün. Doğrudan da çox maraqlı və məntiqli söhbətlər etdiniz və gözəl vurğulara toxundunuz. Mən onun üçün sizə təşəkkür edirəm, var olasınız. Siz təbii ki, musiqinizlə, insanlarımızla xudafizləşəcəksiniz. Mən xudafizləşim, yoxsa siz... Mən qısaca bir çatdırmaq istəyirəm ki, mən bir daha qeyd elədim ki, şiir büyücündən xas olan yaxşı xüsusiyyətlərdən biri olur ki, biz həyatda bizə qarşı olunan yaxşılığın biz həmişə əvəzini ödəməyə çalışırıq, ən az sözümüzlə. Burada olan əziyyət çəkən dostlarımıza, operatorlarımıza, bax, pultda eləşən istər xanımı olsun, istər bəylərimiz olsun. Yəni, burada A'dan Z'yə bizi qarşılayan, bizi yola salan hər kəsə mən dərin təşəkkür edirəm. Siz mənim əziz dostumsunuz, böyük qardaşımsınız və inanıram ki, inşallah bundan sonra da yoldaşlığımız davam edəcək və sıx-sıx müəyyən efirlərdə tez-tez görünəcək inşallah. Bizi izləyənlərə də dərin təşəkkür edirəm ki, o dəyərli vaxtından sərf edib bizi izlədilər. İnşallah. Biz də sizə təşəkkür edirik gəldiyiniz üçün və maraqlı söhbətlər, gözəl mahnılar üçün. Əziz tamaşaçılarımız, bugünlük də verilişimiz bax belə bitdi. Gözəl bir günümüz, gözəl bir həftəmizin sonuna artıq gəlib çatırıq, şənbə günüdür və bütün oruç tutanlara deyirəm, orucunuz qəbul olsun. Namaz qılanlar, namazınız qəbul olsun. Allah etdiyimiz duaları müqəddəs Ramazan ayı xatirinə Allah o dualarımızı qəbul eləsin. Allah xəstələrimizə şəfa, gənclərimizə də, bütün Azərbaycanımıza bol ruzu, can sağlığı versin. Və sabah, yadınızdan çıxardınız, sabah 21:00-da bizim qonağımız, Respublikamızın dəyərli sənətkarı, Respublikanın əməkdar artisti Mətanət İskəndərli olacaq. Çox möhtəşəm bir veriliş olacaq.